Dəyərli dostlar, bilirəm ki, son zamanlar sosial şəbəkələrdə çoxlu psixoloqların birdən peyda olunması bir çox insanları, cəmiyyəti qıcıqlandırır və haqlı olaraq bəzi onlar haqqda narazılıqlar var. Bu videoda mən hansı psixoloqa heç vaxt müraciət etməzdim sualına cavab verəcəm. Birincisi, TikTok sosial şəbəkəsində müəyyən psixoloq səhifələri var ki, onlar davamlı şəkildə izləyicilərin neqativ enerjisi ilə, rəyləri ilə qidalanırlar və onların üzərində video çəkilərək populyarlaşırlar. Və öz kolleqaların, hansı kolleqalar ki, daha çox bəyənmələri var, daha çox məşhurdurlar, onların videolarından, hansı videolar ki, elə də psixologiya aid bir şeydən danışmır, daha çox öz fikrini deyir, siyasət, nə bilim, din və s. haqqında fikirlərini deyir, ondan müəyyən hissə götürüb, parça götürüb, paylaşıb, onu tənqid edən psixoloqların qətiyyən yanına getməsin. Çünki bu nə professional yanaşmadır, nə də bir psixoloq profilinə uyğun bir davranışdır. Çox güman bu videoların əsas məqsədi insanları diskusiyaya onun səhifəsində cəlb etmək və beləcə çoxlu bəyənmələr, rəylər toplamaqdır ki, professional psixoloq belə işlərlə məşğul ola bilməz. İkinci, profilinə baxanda, onun təqdim elədiyi xidmətlərə baxanda, hər yaş qrupu ilə işlədiyini iddia edən, hər problemlə, yəni baxırsan ki, harısı klinik məsələlərlə də məşğul olur, özgüvən, ailə, terapiya, cütlük, fərdi, bütün məsələlərlə işləyən psixoloqlara heç vaxt inanmazdım. Çünki psixologiya o qədər dərin elmdir ki, yəni onun bütün sahələri ilə dərinliyindən öyrənib məşğul olmaq texnikalarının, yəni bir-iki texnika nəyisə bilə bilərsən, amma dərinliyinə gedib situasiyaları və s. araşdırmaq mümkün deyil. Yəni tibb sahəsi kimi. Tibb məzunları gedirlər, universitet oxuyurlar və hamısı tibb sahəsinə aid nələrsə, kardiologiya, ginekologiya, pediatriya hamısından öyrənirlər. Amma sonda bir sahəni keçib, rezidenturasını, praktikasını o sahə üzrə davam etdirirlər. Psixologiyada eyni ilə belədir. Bizim ölkədə psixologiya daha çox qadın-kişi mövzusu, özünə güvən, stres, travma, panik atak və s. kimi mövzularla çərçivələnsə də, dünyada daha dərin mövzularda, daha dərin sahələrdə psixologiya tətbiq olunur və çox geniş bir sahədir. Ona görə də bütün bu problemləri və narahatlıqlarla işləmək demək olar ki, mümkün deyil. Yəni, insanın ömrü bu qədər şeyi dərindən öyrənməyə yetə bilməz. Üçüncü, davamlı şəkildə öz profilində dindən, siyasətdən, cəmiyyətə qıcıqlandıracaq mövzulara toxunub onu o barədə fikirlər bildirən insanlara güvənməzdim. Təbii olaraq psixoloq bir şəxsdir, onun da dini, siyasi görüşləri ola bilər, bu çox normaldır. Amma bir psixoloji profilində, bir peşəkar səhifəsində davamlı şəkildə, yəni bir dəfə hansısa bir məqamda bir ehtiyac olar, müəyyən bir fikir insan səsləndirər. Amma davamlı şəkildə, xüsusən də cəmiyyətdə daha çox qıcıq yaradacaq mövzuda, diskusiya yaradacaq mövzuda olan mövzulara müraciət edən insanlara əsla güvənməzdim. Çünki, məsələn, bir psixoloq ateist ola bilər, bir psixoloq dindar ola bilər, amma bir psixoloq din adı altında dini kəlamlardan istifadə edir, davamlı şəkildə psixoloji faktları, psixoloji dəyərləri insanlara çatdıra bilməz. Belə bir şey ola bilməz. Yəni, bəzi məqamlarda, hətta mən sizə onu deyim ki, Qərbdə belə bir yanaşma var. Psixoloji seanslarda mən Azərbaycanda bir psixoloqun bunu etdiyini eşitmişdim və düzü bu mənə şok təəssüratı yaratmışdı ki, ilk sessiyada şam yandıran psixoloqlar var. Əmin ola bilərsiniz ki, onlar qeyri-peşəkar psixoloqdur. Onlar yəqin ki, müəyyən bir kurs bitiriblər və psixoloq olduğunu düşünürlər. Psixologiya elminə bələd olduğunu düşünürlər. Amma Qərbdə belə bir Qərb nəyə görə deyirəm? Çünki British Psychological Society və American Psychological Association psixologiya sahəsində akademik qurumlar sayılır. Xüsusən də APA və APA-nın öz etik kodeksində ilk seansdan şam yandırmaq deyə bir şey yoxdur. Amma qarşındakı kliyentin, müştərinin istəyinə uyğun olaraq, inancına uyğun olaraq, çünki orada qərb ölkələrində, məsələn, şamlarla meditasiya edən insanlar çox olduğu üçün, ruhani terapiyalarda iştirak edən insanlar çox olduğu üçün, müəyyən mövzuda psixoloqlara flexible olmağı təklif edirlər. Yəni, qarşındakı insanların istəyinə uyğun olaraq. Yəni, onu rahat salmaq üçün ona uyğun
cümlələr qurmursan, amma mühiti, atmosferi maksimum ona faydalı ola biləcək, təhlükəsiz ola biləcək bir vəziyyətə gətirib çıxarmalısan. Məsələ budur. Yəni şamdan istifadə etməyi qeyri-etik saymırlar, amma istisna hallarda. Və bir məsələni də istəyərdim qeyd edim. Mən psixoloq seçərkən, əgər bir psixoloq seçsəm ki, mənim özümün də psixoloqum var, mən onun mütləq kontentinə baxardım səhifəsində. Yəni bir psixoloq öz səhifəsində davamlı nəyə yol verib? Yəni onun səhifəsini açırsınız, siz nə görürsünüz? Dəbdəbəli həyat, hədiyyələr, şablon cümlələr, ona buna söz atmalar, yoxsa siz onun səhifəsində ola bilər özü haqqında müəyyən şəkillər, videolardan paralel elmi müəyyən məsələlərə toxunmaq, kitablardan statlar gətirmək, araşdırmaları göstərmək və səhifəsində müəyyən keçdiyi terapiya kurslarının sənədlərini təqdim etmək və yaxud tələbədirsə, bu haqda bir məlumat bildirmək və s. Yəni kontent çox önəmlidir. Başa düşürəm ki, çox insan görüntüyə fikir verir. Məsələn, yəqin ki, insanları bir psixoloqun yoldaşı ilə, uşaqları ilə və yaxud bahalı hədiyyələrlə, geyim tərzi, lüks həyatla olan şəkilləri, videoları, səhifəsi elə olan səhifələr daha çox cəlb edər. Amma reallıqda sizə kömək ola biləcək kontent bu deyil. Yəni nəyə görə? Yəni kontent önəmli nəyə görə deyirəm? Biri var şəxsi kontent olsun, biri bloger kimi, bu ayrı bir şeydir. Amma biri var ki, öz səhifəsindən psixoloji xidmətlər təklif edən bir insanın kontenti bunun üzərində qurulması, düşünürəm ki, o deməkdir ki, mən cəmiyyətə ancaq bunu təqdim edə bilirəm. Amma kontentində elmi məqamlara, şablon olmayan məqamlara yer verib, davamlı şəkildə psixologiya elmi haqda, elə də cəmiyyətdə yayılmayan, yəni hamımız bilirik şablon mövzuları, onlara da, amma onlarla paralel önəmli olan başqa məqamlara da toxunan insanlar, bəli, onların kontenti, yəni diqqətə almağa dəyər.